Yəqin ki, mənlə razılaşarsınız ki, ən gözəl istirahət növlərindən biri də kitab oxumaqdır və bir çox müəllimlər, şagirdlər və valideynlər əziyyət çəkirlər ki, yayda hansı kitablar oxuyaq. Mən bugün sizə 5 kitab tövsiyə etmək istəyirəm, hansını ki, biz yay tətilində oxuyarıq. Elə isə başlayaq. Birinci kitab Tom Sawyerin macəraları. Mark Twain'in Tom Sawyerin macəraları kitabı bütün dünyada məşhurdur. Ən bestseller kitablardan biridir və burada iki oğlan, Tom Sawyer özü və onun yaxın dostu Huckleberry Finn'in macəralarından bəhs olunur. Bu kitabda ən xoşuma gələn maraqlı hadisələrdən biri odur ki, Polly xala, yəni Tom Sawyerin, bizim qəhrəmanın xalası ona cəzalandırmaq üçün bir tapşırıq verir. İsti yay günündə hasarı rəngləmək. Əlbəttə ki, uşaqlar dincəlmək, oynamaq istəyirlər, amma bu cəza ilə Tom Sawyer bütün günü hasarı rəngləməli olacaqdır. Lakin bizim ağıllı qəhrəmanımız bundan da bir çıxış yolu tapır və əksinə bu cəzanı özünə bir əyləncə çevirir. Bu kitabda maraqlı və gülməli hadisələr çoxdur. Onun üçün yay tətillərində bu sizin üçün ən gözəl əyləncə növü ola bilər. Macəra ədəbiyyatı deyəndə, əlbəttə ki, Robert Louis Stevenson'ın Dəfnələr Adası kitabından yan keçə bilmərik. Kitabın əsas qəhrəmanı Jim Hawkins adında bir oğlandır. Günlərin bir günü ora çox maraqlı və qeyri-adi qonaq gəlir. Sən demək, bu qonaq sonradan bilinir ki, bu pirat imiş və bütün hadisələr də bundan sonra başlayır. Ümumiyyətlə, dəniz quldurları mövzusu, piratlar mövzusu bu kitabda öz gözəlliyi ilə tam açılır. Növbəti kitabımız Jonathan Swift'in Gulliver'in Səyahəti kitabıdır. Bu kitabda hadisələr öz qeyri-adiliyindən fərqlənir. Çünki digər macəralardan, səyahətlərdən fərqli olaraq Gulliver'in başına çox maraqlı hadisə gəlir. O elə bir ölkəyə düşür ki, oranın sakinləri boyca çox balacadırlar, liliputdular və onlar Gulliver'i bir böyük insan kimi görürlər. Hətta maraqlı bir hadisə var kitabda, Gulliver'in cibindən çıxan darağı liliputlar hasar kimi istifadə edirlər. Növbəti səyahətində isə Gulliver Liliputlar ölkəsindən Nəhənglər ölkəsinə düşür və burada əksinə o böyük insanlar arasında özünü çox balaca hiss eləyir. Olduqca maraqlı kitabdır və yay tətilində sizin zövqünüzü oxşayacaq bir ədəbiyyatdır. Növbəti kitab Azərbaycan ədəbiyyatına aiddir, Koroğlu dastanı. Ümumiyyətlə, Koroğlu bir çox türk dövlətlərinin ümumi folklor personajıdır, qəhrəmandır və düşünürəm ki, bizim şagirdlər, bizim məktəblilər öz ədəbiyyatımızı, öz dastanımızı da yaxşı bilməlidirlər. Bu kitabı oxumaqla biz Koroğlunun əsl adının Rövşən olduğunu biləcəyik və nəyə görə Koroğlu adının ona verildiyini biləcəyik. Misri qılınc, qırat, dürat, ümumiyyətlə Koroğlunun başına gələn bütün əhvalatları bu dastandan öyrənə biləcəyik və yay tətilində oxuya biləcəyiniz Azərbaycan ədəbiyyatının gözəl bir nümunəsidir. Və bugünlər tövsiyə edəcəyimiz son kitab Lewis Carroll'ın Alisa Möcüzələr aləmində kitabıdır. Kitabda çox maraqlı və qeyri-adi personajlar var. Kraliçə, şlyapaçı, mart dovşanı və əlbəttə ki, kitabın ən maraqlı hissələrindən biri də çay dəstgahıdır. Çünki qəhrəmanlar üçün həmişə saat 5-dir, ingilislərdə də saat 5 çay içmək vaxtıdır və saat xarab olduğu üçün qəhrəmanlar daimə çay içməyə məcburdurlar. Hətta onların qabları və stəkanları yumağa da vaxtları olmur. Və bu kitabda bir dənə maraqlı personaj var, Çeşir pişiyi. Çeşir pişiyinin digər pişiklərdən fərqi ondan ibarətdir ki, birincisi o danışa bilir və ikincisi isə qeybə çəkilir. Qeybə çəkildikcə isə o tədricən qeybə çəkilir. Əvvəlcə onun başı qalır, sonra isə maraqlı təbəssümü. Təbəssüm demişkən, sizə də mən yay istirahətində, yay tətilində təbəssüm arzu edirəm. Həmişə üzünüz gülsün və maraqlı kitabları oxuyun.